Kanalımın əziz, gözəl izləyicilərini qışın qarlı, soyuqlu, gözəl bir günündən salamlayıram. Hər kəs Allahın salamı olsun. Qarın yağmasını səbirsizliklə gözləsək də, təəssüf ki, qar yağmadı. Elə biraz yağdı, sonra yağmadı. Buna da şükür. Boş vaxtımı dəyərləndirmək üçün yeni çanta modelinə başlamışam. Bu əlimdəki parça ipdəndir. Görək necə olur, toxuyuram. Yəqin ki, inşallah yaxşı olar. Görək, indi toxuyum, axıra çatırım, sizlərlə paylaşaram. Bizim evdə, ailədə soyuq hava oldu. Ya da birinci xəmir yeməkləri düşür. Ya xəngəl, ya ərişdə, ya qaş xəngəli, kəsmə qaş xəngəli. İndi mən də burada kəsmə ərişdə yeməyi bişirmək istəyirəm, lobiyalı. Görək necə olur. Burada undur, yumurtadır, qatıqdır. Xəmirini yoğururam. Və sonra başlayacağım yaymağa. Qızlar, rəylərdə yazın görək, sizdə də belədirmi? Soyuq havalarda sizlər nə bişirməyə üstünlük verirsiniz? Hər zonanın özünə məxsus yeməkləri olduğu kimi, ərişdə yeməyi də hər zonada bir başqa üsulda bişirilir. Məsəl üçün, mənim gəlinim Naxçıvanlıdır. Mən Qudamgildə bir başqa cür görmüşəm. İçinə fərqli bir ot da əlavə eləyirlər, bitki. Məsəl üçün, başqa zonalarda görmüşəm, qalın, ərişdə çox qalın olur. Amma bizdə Qarabağ zonasında nəzik, incə kəsirik. Bəs siz xanımlar, hansı üsulda bişirirsiniz? İçərisinə hansı ədvalar əlavə edirsiniz? Bu haqda rəylərdə yazsanız sevinərəm. İlk dəfə bu cürə hazırlamaq istəyənlər hazırlasınlar, bunun da dadına baxsınlar. Baldızım kənddən bizim üçün pay gətiribdir. Kənd payı şirin olur, dadlı olur. Belə bir toyuq gətirib, kənd toyuğudur. Camış pendirinin gözəlliyinə baxın, renginə baxın. Qoxusu da möhtəşəmdir. Belə bir camış qaymağı gətirib. Kənd yumurtası olmazsa olmazımız. Görün necə püküb, necə bir hamısını səliqə ilə püküb gətirir. Çox sağ olsunlar. Allah əvəzini yetirsin. Bu da bizim camış südümüz. Bişirmişəm, qatıq çalacağım. Qaymağı da möhtəşəmdir. Sağ olsun, Allah əvəzini yetirsin. Qatıq çalıram qızlar. Bir qaşıq dolu qatıqdır, bir qaşıq pesokdur, birəcə duzdur və süddən biraz götürdüm. Mayamızdır. Qatığımızı çalırıq. Daş kimi, kərpiç kimi uyuşsun. Allah bütün valideynlərin canını sağ eləsin.
Anam da vaxt eləyib bizə gəlib. Sizləri öz gözəl xeyir-duasından salamlayır. Qiyamət günü bizi Əhl-i Beytlə, Quran məclimizlə məşhur eləsin inşallah. Allahım bizi öz evinə, Kəbə evinə çağır. İlahi Pərverdigara, sənin evini bizi ziyarət eləyənlərdən qərar ver. İbrahim Peyğəmbərin məqamında namaz qılanlardan qərar ver inşallah, inşallah. Allah təvəkkül. Allah inşallah bizi də çağırar, qonaq eləyər öz evinə. Allah təvəkkül. Allah heç bir evi qonaqsız, qarasız eləməsin. Axşam qardaşımgildə ailəlikcən bizə gələcəklər. Gəlinim sufle bişirir onlar üçün. Ailəmizin, sevdiklərimizin bir arada olduğu o anların qədrini bilək. Çünki onlar bir də geri qayıtmır. Bir-birimizə dəyər verək, dəyərləndirək. Yaşasın hər birinizə. Canınıza can sağ versin. Çok qəşəng hazırlamışsınız. Uşaqlar da yeyir. Biz də yeyək, baxaq, görək nədir. Sübh namazımı qıldıqdan sonra inşallah yollandım Sədərək bazarına. Bir-iki Ramazan əskiklərim var idi, onları tamamlamağa. Sizlərə də çəkilişlər elədim, az da olsa. Ramazan dekorlu süfrələrə baxıram. Çox gözəl süfrələr gəlib qızlar. Qiyməti də çox münasibdir. Bir neçə növlərini sizin üçün çəkdim. Hamısı çox qəşəngdir. Qiymətləri də münasibdir. 15 manat idi metrəsi. Mən də aldım. Həm ranır, həm süfrə üçün. Burada çəkdiklərim yaz dekorları üçündür. Materialları da qızlar qalın kətandandır. Həqiqi qəşəngdirlər, materialları çox gözəldir.
Məni sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmayanlar çox xahiş edirəm abunə olasınız, ətrafınızda paylaşasınız. İnşallah qarşıdan Ramazan ayımız gəlir. Bununla bağlı gələn vloqumuzda qızlar Ramazan təmizlikləri, Ramazan hazırlıqları, ev dekorumuz olacaq. İzləmədə qalın, sağlıqla qalın.